Fazil Küskünün 80 illik yubileydi. Hamınız hoş gelipsiniz. Bizim qonaqlarımızdan dəvət edin bu mikrofon önüne. İftixar müəllim basılmaz. Mən də istəyərəm şairlə xatirəmi bölüşüm. Cavan idim, bir qız sevirdim. Tanırdım o qıza, deyəmirdim ki, səni sevirəm. Mənə dedi ki, sən qıraqdadır. Mən özüm qızdan söhbət edəcəm. Getdi qızdan söhbət elədi, nə danışdı, nə danışmadı, qızı aldı özünü arvad elədi. Dedim Səzən, onda mənim gözüm qalacaq. Mən ona baxacam, köş oturacam. Dedim bu sözləri, dedi ki, şimdi o, sən öz işində ol, mən öz işində. Təzə şeirlərimdən birində ithaf eləyirəm sənə. Der, mən sənə salmışam mail. Hey gəzirəm, veil, veil. Avtobusda lazım deyil, ürəyində yer ver mənə. Getdim Küskünün qapısından, dedim uşaq evlənmək istəyir, mənə biraz pul ver. Qaç ki, ged o töləni aç. Orada bir küskülük dana var, get, kəs. Uşağı evləndi. Qoyun sərsi günü gördüm bizim bu milis gəlib, Oqtay müəllim. Dedi, bəs şahar Küskün səndən şikayət edir. Məni bir il basdılar içəri. Mən orada yazdığım bütün hekayələri bax bu kitabda cəmləşdirmişəm. Bugün də bu kitabın ilk nəşrini şairə bağışlamaq istəyirəm. Kitabımın da adı belədir. Sənin kişilikdə payın yoxdur.